Uşaqlar, ümid edirəm işləriniz qaydasındadır. Bugün sizdən Cambridge 18 test 1 işləyəcəyik. Səsimə görə biraz üzüldü hesab edin, biraz boğazım ağrıyır, amma bu videonu sizin üçün çəkəcəm. So, birinci bundan başlayırıq. No more than two words and or a number. İki sözdən çox və sair yazılmamalıdır. Mən başlamamışdan əvvəl həmişə dediyim kimi keywordlər tapıram. Məsələn, Paris, 10%, nə bilim, strawberries. Bunları götürə bilərik. Paris'i tapdım. Strawberries burada var, amma əmin deyiləm. Bir də 10% tapmalıyam. 10% burada. Intensive farming, aeroponik farming. Bunlar üzərindən biraz axtaraq. Bu hissələrdə tapmadım. Ola bilsin ki, gözümdən qaçıb hal-hazırda. Bu hissədə deyil. So, urban agriculture, soil farm, okay. Başqa keywordlər axtaraq. Pollute air deyir, no soil use deyir. No soil use-dursa, onda soil free ilə eyni mənadadır da, düzdürmü? Bəs hava kirlənməsi hardadır? Məsələn, carbon greenhouse gases var burada. Bunu tapdıq. Fruit and vegetables deyir. Gedək onu axtaraq. Burada görmədim. Burada var əslində. Like, amma sure deyiləm. Ona görə bunu keçirəm. Quality ola bilər, məsələn, keyfiyyətdən danışa bilər. Soil free burada da verilib. Daha sonrasında chosen seçilmiş, select. Oval income nəsə puldan danışır. Price. Görürsünüz, burada ardıcıllıqlar dəyişib. Getdim. No soil use. Onu orada tapmışdıq. Yox, bəlkə də bu select budur. Bu select bunun selectidir. Bu bununki deyil amma. Survive long nə bilim nə. Bu deməli puldan əvvəl olmalıdır. Buradan əvvəl. Sağ qalmaq. Withstand var. Yerini tapdıq. Gələk buna. Hər hansı birindən bariz keyword beans məsələn. Buraları heç işlətməmişəm. Bu da son suallarda deyə gəldim bu hissələrə. Aeroponic urban farm. Sonra cheaper, nəsə qiymət. Bunda bundan sonra da aeroponik var yəqin ki. Bu hissədən müəyyən eləmədim hal-hazırda. Okay, any time of the year. Nəsə ilin vaxtları haqqında və s. deyir. Summer, yay, ilin vaxtları ola bilər. Elektrik bundan əvvəl olmalıdır. So, bu hissədə tapmadım. Bu arada underground car parks. Bunu tapdım. Sonra equipment. Bunu tapdım. Okay. Bu cheaper söhbət də burada. Hamısının yerini tapdıq. Gəlin gətirən linkdən başlayaq. 10% ilə başlayıram, ən asan odur. 10% of the cities nə bilim nə? 10% of consumption. Gündəlik məhsul. Everyday. As much as in weight. Çəkisini tapmalıyıq gündəlik. 1000 kilogram. Strawberries and herbs. Strawberries burada. Herbs axtaraq. Herbs. Və cəmsim, ikisinin arasında cəmsim. Bəzi tələbələr bunları yazır. İlk olaraq bunlar cəmsim deyil. İkinci məqamda bundan ibarətdir ki, bunlar herbsin nümunələridir. Like, zaten herbs yazıbdır, onun yazmamıza ehtiyac yoxdur. 4. Wide range of something used.
Pulitzer yeri tapmamışdıq. Buna aid ümumiyyətlə nəyisə tapmamışdıq. Amma distəndi tapmışdıq. Okay. Wide range of, yəni çox çeşidli deməkdir. 17 yazıla bilər. İstifadə olunub 17. Neçə söz icazə verir? Bir söz. Onda pesticide. Pestisidlər. Bu arada self-study tələbələrim və öz tələbələrim Lesson 1-dakı vokabulləri bilsəz, bu mətn üçün idealdır, yəni buradan seçilib. Daha sonrasında 5-incisi can survive long, substantial. Article yoxdur, ya cəm ya sayılmayan isim. John neylərə dözür. Withstand sözünü stand, dayanmaq, withstand, dayanmaq, dözmək mənasını verəcək. 6 receive very little income. Receive görürsünüz S yoxdur. Demək cəm ya da daha doğrusu cəm ismə ehtiyacımız var bizim burada. Very little of overall income. Çox az gəlir əldə edir. Biz tapmalıyıq kimlər? Necə pul burada? Bu 80% bunlara gedir. Onda bunlar az yoxda çox əldə edir. Həm də düşünün, wholesale cavabı olsa transport companies də cavabı olar. Onlar heç biri deyil. Not the producers. Demək producers. Çünki 80% producerə getmirsə 20% gedir. Bu da az deməkdir. Produce chosen because of its something. Select, seçmək. For their flavor. Bunu da yazdıq. Urban farming can take place above or below ground. Yerin altında və üstündə ola bilər. Underground yerin altında deməkdir. Shipping containers'dəki konteynerdə, yerin üstündə. True. Equipmentlərin bəziləri əllə hazırlanır. Bir də equipmentə əl haqqında heç nə verməyib. Natkıma. Urban farming asılı elektrikdən digər tiplərdən daha çox. Baxın, more varsa mətnlərlə müqayisə olmalıdır, yoxsa not given olacaq. A tiny fraction deyir, çox az. Az da son digərlərindən yüksək deyil də. False. Fruit and grown are cheaper. Deyir ki, organikdən, daha doğrusu traditionally grown or organic produce. Organikdən ucuzdur. Aeroponik deyir, organikdən ucuzdur. Organikdən lower. Daha ucuzlu, düzdür. Most, baxın yenə əksəriyyəti. Deyir, əksəriyyəti ilin istənilən vaxtında ola bilər. Maç. Çoxu ilin yayda olur. Deməli, false. İstənilən vaxtı deyil ki, yaydadır da, yəni səhvdir. Binlərin deyir ki, take longer, yəni daha uzun müddət çəkir. Urban farmda yetişməsi digərlərinin uzun müddət çəkir. Yer tutmaq haqqında verib, amma vaxt haqqında nəsə verməyib. Not kimi. Keçirəm ikinciyə. Yenə birinci keywordlərimi tapacağım, tamam mı? Bunun keywordləri bunların çox easy. Sonra gedib tapa bilmədim də, yəni düşünün. Bu burada. Bu burada. Bu da burada. Sonra bunu ən axırda baxacağım. Gap fillingim var mən burada. Qəşəng keyword tapmaya çalışıram. Deadwood. Mən baxaq, Deadwood axtarıq. Okay. Sadəcə göz gəzdirirəm Deadwood söhbətini görmək üçün. Lloydwood, junk trees. Okay. Oxşadı, amma yox. Quality bayaq görmüşdüm. Soil quality. Amma hələ də Deadwood görməmişəm. Deadwood. Yəqin ki, hamısı bu paragrafın içində olacaq. Və bunu necə işləyəcəm görəcəksiniz. İlk olaraq gələm gap fillingimi işləməyə. Some Deadwood is removed to avoid the possibility of something. Avoid the possibility, mümkünlüyündən qaçınmaq, yəni qarşısını almaq. Nəyin qarşısını almaq? Fire. From the tops, tops. Bunu axtarırıq hal-hazırda tops. From the tops of cotton can improve soil quality. Soil quality-ni artıra bilər. Görək nə? Yəqin ki, nutritions da, yəni faydalı şeylər. 24. Some damaged trees should be left as there something provide habitats. Cəm isimdir. Cəm ismə ehtiyacımız var bizim hal-hazırda burada. Yəqin ki, bu olacaq. Və habitats deyir, habitats, like, yeah, burada. Small.
Such as. İndi bir dənə ağac növü tapmalıyıq. Kanski ucuzdur. For example ise such as. Like, such as. Tapdıq. Any trees that are something. Adjective. Ağaclara adjective. Bu cümləmiz qalıb. Bir dənə adjectivimiz var. Rare ağaclar olacaq yəqin. Buranı oxuduq. Gəlin buraya indi. Pis nəticələr, nə vaxt ki insanlar finansal reward'a focus only financial reward. Finansal reward'a fokuslanırlar sadəcə. Biz burada müsbət bir şey, daha doğrusu mənfi bir şey görmədik də. Bədətqın, bu çıxdı buna görə. Ağacın aspektlər, bir neçə aspekt verilməlidir, okey? Ağacın dəyərinə contribute verən. Bunu da görmədim. Wood run vehicles. Vehicle'ları, deməli, wood'u istifadə edirlər. Vehicle'ların hərəkətə keçirilməsi üçün bir şey görmədim. İnsektlərin example'ları, bir neçə insekt nümunə kimi verilməlidir. Ağac rəhbər edən görmədim. Alternative name, low use wood. Low use wood olan ağacların başqa adı bunu da görmədim. Ona görə bunlar deyil. Keçdim bura. Bunu işləyirəm. Nə edirəm? Paragraf oxuyub sonra gələcəm bura. Baxın, oxumamışam oxuşunları hal-hazırda. Okey. Bunları müəyyən işğalçı ağaclar var. Onların deyir ki, remove eləmək bunların məqsədlərindən biridir. Deyir, bunları edəndə, çünki onlar çoxlu yer tuturlar, işıq tuturlar falan filan. Onları eləsə digər ağaclar yetişər də. Xəstəlikli ağacdan danışmışdı mı bizə? Danışmamışdı. Gəlirdən danışmışdı mı? Danışmamışdı. Yaşdan bir şey danışmışdı mı? Danışmamışdı. Heç biri. Onda deyə bilərsiniz ki, niyə heç biri? Çünki use and letter more than once bir onda istifadə olunmayıb, bir digəri iki dəfə istifadə olunacaq. Yəqin ki, digərləri olacaq. Gəldim bura. Bu hissəyə baxıram. Sick trees deyir, xəstə ağaclar. Tamamdır. Bu B-dir də. Başqa bir şey görmədim. Gələk bura. Yetişkin ağaclar. Nəsə yaşla əlaqəli bir şeydir. Okey. Və pul varmı burada? Baxın, similar content there grows bölmələrində eyni, oxşar nöqtədə olması, yəni yaşlarının close olması. Close, similar sinonimdirlər. Money. Bu da ki şeydir də. Income. F. F deyirəm, sonra. Sim. Bu da belə. İndi işləmədiyim paragrafları bunlarla uyğunlaşdıracağım və yenə MB var gördüyünüz kimi. Paragrafı oxuyuram, gəlirəm buna baxmağa. Ağacın deyir, dəyəri asılıdır bir neçə faktorlardan. Birini uje tapdım. Baxın, dəyər, verse, faktor, aspekt. Tapdıq. Daha sonrasında digərlərinə baxmaq istəyirəm. Bəzi bir şey yoxdur. Vehicles, ağacların, məsələn, burada maşın falan filan veribmi, verməyib. Insect nümunələrim. Görmədim. Alternativ ad görmədim. Adətən alternativ adlar hold as ya dırnaq içində verilir, ya name'lidən sonra verilir və s. kimi şeylərdən sonra verilə bilir. Davam edə B-nə. Deməli, B-də low use wood var. Whole adlanır. Baxın, dırnaq var. Junk trees. Bu hansıdır indi? Alternative name budur. Daha sonrasında we're solely interested in the value of trees. Like financial reward, value pul nəzərdə tutur və solely solo sözündən bilə bilərsiniz. Tək. Only. Düzdür. Keçdim C-yə. Hospitallar falanlardan istifadə edirlər. Gasoline. Lorries and cars. Oldu bu. Qaldı bizdə bir dənəsi. İnsektlər tapmalıyıq. Sırf insekt söhbət olmalıdır, okey mi? Burada insekt tapmadım, getdim. İnsekt tapmadım. C-yə bayaq baxmışdım, yox idi.
A-nı işlətmişəm, B-ni işlətmişəm, C-ni işlətmişəm. D-dən o tərəfə. Yoxdur insect. Bunlar insektlər ola bilər. Pest deyir axı, hə, pest insects deməkdir. İşte, keçdik buna. Yenə bayaq dediyim metoddan işləyirik, okey? İdi adamların adlarını tapaq. Burada. Sonra bu. Marlon buradadır. Bu bundan əvvəl olmalıdır. Holger. Hani Holger? Burada. Sonra Moriba. Bundan sonra. Sonra bunu dediği axırda baxırıq. Gaffiling. Holger Crack. Zaten burada tapmışdım. Bir de bu. Bu da burada. Gəlin bundan başlayaq. Sonra gedək Holger Crack'ı da paralel işləyək. Tamam. Gives advice on how the something of space can be achieved. Space-in nə bilim nəyi necə achieve oluna bilər. Yəqin ki, sustainable baxa. Space. Görürsünüz. No longer active. Unused. İstifadə olunmayan. Leftover istifadə olunmayan. Qalmış da yəni. Fuel. So something should be removed. Removed. Bunu tapmadım. Amma Holger'dən əvvəl olmalı deməli də. Düzdürmü? Lowering. They will burn up, disintegrate. Nələr bəs? Cause material that could cause something. Ha, nəyəsə səbəb olan. Okay, lead to. Cause'un yerine lead to yazıblar. Explosions. Article yoxdur, bunu deməməyə ehtiyac yoxdur. Cəm və yaxud da ki, sayılmayan isim yazmalısınız. Operators that become something. Operators axtarırıq. Hansılar ki, nə bilim, nə olur? Go bankrupt. Bankrupt olmaq. Operatorlar hansılar ki, bankrupt are unlikely to remove. Not going to spend money to remove. Okay. Gedək indi buna. MB əlbəttə ki olacaq, çünki 4 dənədir, 5 dənədir. Holger nə deyir? Gəlin qısaca bir oxuyaq. Deyir ki, Holger okey. Hələ ki bunun biz 25 illik olda halfından nə bilim ərkiv eləmişik. Operator software deyir ki, bunlar məsuliyyət daşırlar, amma bankrupt olsalar kim bunu qaldıracaq, yəni kim onları satellite-dən götürəcək və s. There will be risk we will not be able to undo the damage. Damage'i geri ala bilməmək. Mən bunu görmədim, damage'i geri ala bilməmək. There's something about conflicting information. No. Satellites ignore olunur. No. Should be everyone. Not exam help prevent that possible danger. Əslində düzün desəm bunlar heç birini müəyyən eləmədik, amma əgər bunun birini seçəcisi olsa, mən yəqin ki 40-ı seçərdim ki, onlar orada qalacaqlar və onu götürməyəcəklər falan filan. Yox, uşaqlar, dedi axı 25% edilib. 25% edilibsə, onda ignore olunub deməkdir də, düzdür. Ona görə C-ni yaza bilərəm. C-dir bu, Holger. Yox, B-dir. Mən həmişə bu səhv edirəm. C deyirsiniz eləməyin. Gedirəm görüm C paragrafına cavabı C yazıram. Yox, adam Holgerdir, B olmalıdır. Daha sonrası gəlin buna baxaq. Bir adamın məqsədləri, belə bir şey yox idi. Cooperation, əməkdaşlıq bir şey yox idi. Toqquşma bir şey yox idi. Amma bayaq oxumuşduq. Nəsə, toqquşma var idi. Explosions. Burada explosionsdan danışır, amma burada nə deyir? Diqqət yetirin. A major collision, birindən danışır. Tək və cəm, uzlaşmırlarsa getdim. Space and transportation system. Transportation system form yox idi. Space junk yox idi. Heç biri. Bunu bitirmişəm də, düzdürmü? Holger'də bitirdi. İndi gedib Caroline baxın. Caroline nə deyib?
Deyir, əgər biz belə davam eləsək, qayıdış olmayan bir nöqtəyə çatacağıq. Bayaq baxdıqda bu hissə. Bu oldu A. Uncontrolled space crashlarından danışır bu adam. Yəni biraz space junk var burada gördüyünüz kimi. Bu hissəyə baxanda görürük ki, növbəti number of rapidly investing ways of. Okay, so burada birini gördük bayaq. Sadəcə classify söhbətini axtarıram. Sinifləndirmək mənasını verir. Orbit. Okay, amma hanı classify söhbəti? Classify görmədim. Ona görə olmaya bilər. Amma izləməkdən danışır, tracking objects. Burada da full əslində ondan danışırdıq, fikir verirsinizsə. Massive data. Investigating, attacking a problem. No, not sure about this one. Amma adamı tapdıq. Gedək o birisinə. Sonra Marlon var. Hanı bu Marlon? Burada. Nə deyir? Space junk. Okay. Collisionlardan. Deyirlər biz hər şeyin yerini bilsəydik, onda bizim problemimiz olmazdı. Knowing the exact location yani. Yeah. So, bura olacaq. Space junkdan yenə danışır, amma sinifləndirmə söhbətini görmədiyim üçün pas keçəcəm onu. Riski azaltmaq. Cooperation bu arada. Bayaqdan heç ona fikir vermirəm. Əməkdaşlıq. Burada əməkdaşlıq da yox idi, düzün desəm. Bir adamın məqsədləri. Major collision, big collisiondan danışmırdı, getdi. Buna zaten yox idi. Transportation system yox idi deyə bunu yazmadım. Keçdim sonuncuya, Moriba. Burada və burada da var adı, görürsünüz. Traffic management, avtomatik bir şey var. Burada traffic var idi. Ya buradaydı, ya bu saldaydı yəqin ki. Transportation sistemi, ya trafiklə eyni məna verir. Bilirsiniz, mən niyə onu görə düşünüyorum? Çünki transportation mən nəqliyyat kimi yadda saxladım beynimdə. Getdim trafik nəqliyyat gördüm. Yəni sözün İngilizcə deyil də Azərbaycanca yadınızda saxlasa, sinonim görünə, mən onu orada görmüşdüm. Kim olacaqsınız, mənim elədiyim kimi. İyi də olacaq yəqin ki. Bir də şeydə varmı, əmin olaq. Tracking objects. Air traffic control, know the location, ya danışır, bəli. Bu adam nə deyir? Deyir ki, traffic management önəmlidir. Havada olduğu, yerdə olduğu kimi havada da eləmək lazımdır. The same kind yəni bütün orbitlər hamısı bilinmir və onu izlənilmir falan filan. Yəni conflicting information var deyir, eynən. Digər deyir ki, okay, bir illustrates this with a database, okay. Enter'dan database. Neyse bir şey is almost to tell which is correct unless a short source of information makes it cross-correlate. Okay. Discovering the aspiration, I want to make space a place that's safe bir yer eləmək istəyir gələcək nəsillər üçün bir yer eləmək istəyir, yəni gələcək üçün qorumaq istəyir. Deyim. Gələk bura. Bir adamın məqsədləri, ya deyir ki, mən bunu eləmək istəyirəm, bla bla. F. Qaldı bizdə bu. Classify, space junk falan. Sırf gelib space junk söhbətini axtarıram. O olan paragrafların birində olacaq. Bu bir də oxunmuşduq. Amma classify-dan danışmırdım. Maybe təsəvvürün sürücü tapmışsınız. Çünki hamının eyni vaxtda diqqətini çəkmir bu datalar. Bir də major collision, bu refer eləməlidir. Burada da yox, burada collisiondan danışmır. USA qavurmətləri tərəfindən, kataloglarda falan toqquşmadan danışmalıdır. Məsələn, bu paragraf heç istifadə olunmuyor. Bu smashed into the yes, toqquşma.
A. Ə, Daha sonra biz A, E, F istifadə eləmişik. B istifadə olunmayıb. Cooperation əməkdaşlıq. Taxonomy bilirsiniz də, qruplaşdırma, adlandırma. Space Junk Taxonomy. Uyğun gəldi. Cooperation. Collaborating. Bir də minimize risk. Avoid threat. Okay. Risk azaltmaq, təhdidi azaltmaq. Yenə tələbələrim əgər lesson 1 vocabulary izləyibsə, bax buradan da görürsünüz. Yəni bir neçə yerdə işlənmiş sözlər gördüyünüz kimi. Hamısını bitirdik. Gəlin submit edək. Nə qədər müddət elədim? 25 dəqiqə 4 saniyə. Hamısı düzdür. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Hər hansı bir sualınız olduğu təqdirdə mənə yazmaq çəkinməyin. Mən bacardığımca sizə kömək olmağa çalışacağam. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik. Bay bay.